vururdu. Başımdan. Yaxşı. Ha, pulum düştü. Pulum düştü. Ayda. Değerli izleyiciler, uca lapatkadan, baltadan, hamısından keçibində kəlli ilə qapını vurur. Gün vurur da bu uşağı. Yay ayında. Çox işləmimə gərək. Salam, hər vaxtınız xeyir olsun, değerli izleyiciler. Çok güzel, möhtəşəm evdir. Abşeron rayonunun Məhəmmədi qəsəbəsində yerləşir. Mərkəzi kanalizasiyası. Ramı neçə çotdadır bura? Ya Allah, salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilər. Məhəmmədi qəsəbəsində gözəl bir ərazidə 2 sot, onda 5-incisində belə bir gözəl, geniş 4 otaq, balkon sistemli evimizi təqdim eləyəcəyik. Mərkəzi kanalizasiyadır, qazı, suyu, işığı 24 saatda. Sənəd paket qıpçadır, ipotekaya da kim istəsə, Ay maşallah. rahatçılıqla, ban yolundan bu gözəl evi götürmək mümkündür dəyərli izləyicilər. Bax, Qiymət də gözəl qiymətə çıxır. Qiymət 95.000 manatdan satışa çıxır. Real müştərilərimizə indirim də olacaq. Dəyərli izləyicilər, bax burada torpaq sahəsi ayrılıb. Qəşəng 1-2-3 dənə meyvə ağacı, qıraqlarından qəşəng gülzad əkmək olar, ya dekorativ ağac əkmək olar. Kim Yəni istəsə necə? hovuz da eləyə bilər. Ona görə mərkəzi kanalizasiyadır. Bəli, bəli, bəli. Yəni gül əkməyə də bilər, hovuz qəşəng eləyər, mərkəzi kanalizasiyadır. Yəni çox gözəldir. Mən başımı Yəni bu çox vurdum. həyətə- Bu həyətə dəyərli izləyicilər, bisetkaya ehtiyac yoxdur. Yəni bisetka da eləmək olar, ancaq ehtiyac yoxdur. Hazır bisetkası da var. Evin bölünə və arxasına keçmək üçün yerdə başım ağrıdı mənim qapımı vurmaqdan. Balkondan mətbəxtinə də keçidi var. Sonra maşallah geniş evdir. Bax evin koridoru. Bura mətbəxdir. Geniş mətbəxdir. Bax birinci yataq otağı. İkinci yataq otağı. Maşallah yataq otaqlarda hamısı da üçü də genişdir. Üçüncü yataq otağı. Sanitar qovşağı. Bir də burada dəyərli izləyicilər geniş bir qonaq otağı. Şəbəkə pəncərələr. Poli, bahalı, laminat. Qəşəng zövqlə seçilmə aboylar. Yəni hər şey superdir. Kim alacaqsa, alana da, satana da Allah xeyir versin. Nömrəm səhifəmdə qeyd olunub. Kim istəsə nömrəmi səhifəmdən götürüb əlaqə saxlaya bilərsiniz. Çox sağ olun, Allah'a emanet olun.